İranla İsrail arasında yaranan qarşıdurma ilə əlaqədar İrandan təxliyə olunan xarici ölkə vətəndaşlarının Astara dövlət sərhəddindən keçidi davam edir. Təxliyə edilənlər arasında Rusiyanın Pyotr İlyich Çaykovski adına Böyük Simfonik Orkestrinin musiqiçiləri də var. İrandan təxliyə olan 220 nəfərdən ibarət olan Rusiya vətəndaşları Astara dövlət sərhədindən buraxılış məntəqəsindən Azərbaycana keçidi təmin edilib. Rusiya vətəndaşlarının İran-Azərbaycan sərhədindən təxliyəsi və ünvana çatdırılması üçün bütün lazımi tədbirlər görülüb, xüsusi avtobuslar ayrılıb. Mən təşəkkür edirəm Azərbaycan hökumətinə ki, bizə çətin anda kömək etdi. İndi biz buradan öz ölkəmizə qayıdacağıq. Təxliyə prosesində Azərbaycan tərəfi olduqca operativlik göstərdi. Azərbaycan hökumətinə çox minnətdaram. Bizə bu dəhlizdən keçməyimizdə imkan yaratdı və bu prosesdə əlindən gələni əsirgəmədi. İndi hər şey qaydasındadır. Çox minnətdaram. Çox təşəkkür edirəm köməyə və təxliyəyə görə. Hər şey qaydasındadır. Mən də öz növbəmdə minnətdarlığımı bildirirəm. Təxliyə edilənlər arasında Rusiyanın Pyotr İlyich Çaykovski adına Böyük Simfonik Orkestrinin musiqiçiləri də var. İranda keçiriləcək mədəni tədbirlərdə iştirak etmək məqsədi ilə bu ölkəyə səfər edən musiqiçilər gecə saatlarında Azərbaycan sərhədindən keçiblər. Çaykovski adına orkestrin üzvləri Astara sərhəd buraxılış məntəqəsi vasitəsilə Azərbaycana daxil olublar. Onlar Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilir və Rusiya Federasiyasına dönüşləri üçün lazımi tədbirlər həyata keçiriləcək. Şükür Allah, hər şey yaxşı oldu. Rusiyanın Tehrandakı səfirliyi və Azərbaycan tərəfinə göstərdikləri dəstəyə görə təşəkkür edirik. Azərbaycan tərəfi bütün təhlükəsizlik tədbirlərini həyata keçirdi və hamımız rahatlıqla bu təxliyəni keçdik. Azərbaycana təşəkkür edirik. Buna görə də ayın 16-sında Bakıda Filarmoniyada konsertimiz olacaq. Deyə bilərəm ki, təxliyə 2 gün çəkdi. İndi də 50 nəfər heyətlə Azərbaycandayıq. Çox dəqiq və operativ şəkildə təxliyə prosesimiz həyata keçirildi. İş prinsipini çox bəyəndim. Mən də öz növbəmdə Azərbaycan hökumətinə təşəkkür edirəm ki, bizə dəstək göstərdi. Bugün günorta saatlarında Astara dövlət sərhədindən buraxılış məntəqəsindən növbəti xarici ölkə vətəndaşları təxliyəsi həyata keçirilib. 10 nəfərdən ibarət qrup əsasən Tacikistan vətəndaşları olub. Astara sərhəd keçid məntəqəsindən çox rahat keçdik. Heç bir maneə ilə qarşılaşmadıq. Problemsiz və sakit şəkildə. Təhlükəsizliyimiz yüksək səviyyədə təmin olundu. İranda yaranmış böhranlı vəziyyət səbəbindən bu ölkəni tərk etmək məcburiyyətində qalan əcnəbi vətəndaşlar arasında Portuqaliya, Filippin, Finlandiya vətəndaşları da Astara dövlət sərhədindən buraxılış məntəqəsini keçib. Qeyd edək ki, bir sıra xarici dövlətlər Azərbaycan hökumətinə müraciət edərək İranda olan vətəndaşlarının təxliyəsinə yardım göstərilməsini xahiş edib. Azərbaycan dövləti isə humanitar prinsipləri rəhbər tutaraq bu şəxslərin ölkəmiz ərazisindən təhlükəsiz keçidi üçün bütün zəruri şəraiti yaradıb. Rövşən Almasoğlu, Fidan Səfər, Spoiz xəbəri, Astara.